Polşaya bu şeylərə görə gəlməyə dəyməz. Əgər sənin viza və ya oturumu aylarla gözləməyə səbrin yoxdursa, eləcə də vizadan imtina riskini göz almayacaqsansa, o zaman Polşaya gəlməyə dəyməz. Əgər sən fərqli mentalitet, fərqli mədəniyyət qəbul eləyə bilməyəcəksənsə, eləcə də öz mentalitetini bu ölkədə tətbiq eləməyə çalışacaqsansa, o zaman Polşa sənə uyğun olmaya bilər. Əgər sən heç bir peşə sahibi olmadan və heç bir xarici dil biliyi olmadan gəlib burada bir neçə min avro pul qazanmaq istəyirsənsə ayda, o zaman Polşa sənə uyğun olmayacaq. Hardasa taksidə sən bu pulu qazana bilərsən, amma bunun üçün Polşada təcrübə, sənin yaxşı reytingin, bəxtin olmalıdır. Bunlar yoxdursa çox qəliz məsələdir. Ola bilər sən hətta daha yüksək maaşlı tapdın bu göstəricilərlə, amma iş çox ağır olacaq və sənin sağlamlığına çox ciddi təsir göstərəcək. Əgər sən gəldiyin ölkədəki kimi hansısa bir məsələni pul yolu ilə, rüşvət yolu ilə, tanışlıq yolu ilə həll eləməyə çalışacaqsansa, o zaman Polşa sənlik deyil. Əgər sən Polşaya gəldikdən müəyyən vaxt sonra az da olsa polyak dilini öyrənməyəcəksənsə, o zaman bu sənin üçün də, ətrafdakılar üçün də çox böyük problem olacaq. Bəli, polyak dili dünyada ən çətin dillərdəndir, amma sənin burada planın çox uzun müddətlidirsə, o zaman müəyyən qədər polyak dilini öyrənməyin lazımdır. Əks halda Polşa uyğun deyil. Bəs siz nə düşünürsünüz? Polşaya daha nələrə görə gəlməyə dəyməz? Şərh bölməsində yazın, oxuyaq.